Yəqin ki, bir çoxlarınız bu şəkli görmüsünüz. Bəs bu şəkildəki adam kimdir bilirsinizmi? O artıq neçə illərdir ki, internet mimidir. Səhər işə gedəndə mən, sahura qalxanda mən, yuxumu ala bilməyəndə mən kimi paylaşımlarda onun şəklini görürük. Ancaq bu adam fikirləşdiyiniz qədər yaxşı biri deyil. O Pakistanlı Xalid Şeyx Məhəmməddir. Dünya tarixinin ən qaranlıq terror hadisələrindən biri sayılan 11 sentyabr hücumlarının əsas təşkilatçılarından biri kimi tanınır. Daha açıq danışaq. 11 sentyabr 2001-ci ildə ABŞ-da sərnişin təyyarələri qaçırılaraq simvolik binalara çırpıldı. Hücumlar nəticəsində təxminən 3000 nəfər öldürüldü. Bu əməliyyatın planlaşdırılmasındakı əsas fiqur Xalid Şeyx Məhəmməd idi. O 1964-cü ildə Küveytdə doğulub, təhsilini ABŞ-da alıb. 1980-ci illərdə Əfqanistana gedərək müharibədə iştirak edib. 1990-cı illərdə Amerika kəşfiyyat orqanlarının diqqətini çəkdi. 1993-cü ildə Dünya Ticarət Mərkəzinin bombalanması ilə əlaqəli şəxslərdən birinə pul köçürülməsi etdiyi müəyyən edilmişdi. 11 sentyabr hücumları zamanı isə məsuliyyət üzərinə götürdüyünü öz ifadəsində bildirib. O, Əl-Qaidənin yüksək səviyyəli üzvlərindən biri hesab olunurdu. 1999-2001-ci illər arasında təşkilatın planlaşdırma və koordinasiya işlərində aktiv rol oynayıb. Hazırda o ABŞ-ın nəzarətində olan yüksək təhlükəsizlikli Guantanamo həbsxanasında saxlanılır. O terrorizm ittihamı ilə mühakimə olunur. Ölüm cəzası məsələsi isə uzun illərdir hüquqi mübahisə mövzusudur.